İzləyicilərimizdən gələn portfolyolar və dizayn işlərinin analizinə davam edirik. Bu dəfə seçdiyimiz dizayn nümunələri daha çox tip mövzusundadır. Gəlin baxaq görə dizaynerlərimiz nə hazırlayıblar, onları necə təkmilləşdirmək olar. İrəlidə bu tipli videoları qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin, fikirlərinizi şərhlər bölməsinə mütləq qeyd eləyin və hazırsınızsa gəlin başlayaq. Salam, mən Rizvan Bağlı, qrafik dizayner, Adobe Expert və qrafik dizayn sahəsində təlimçiyəm. Bu dəfəki mövzumuz daha çox tip üzərindən olacaq. İlk portfolyo İlham Abidin adlı izləyicimizdən gəldi. İlham, səhv eləmirəmsə, düz xatırlayıramsa, tip sahəsində tələbədir və özlərinin bir qurumu üçün, daha doğrusu həmin qurumun Instagram səhifəsi üçün posterlər hazırlayır. Bu səhifədəki posterlərlə bağlı fikirlərimi öyrənmək istədim. İlk diqqətimi çəkən şey rəng oldu. Biz öyrəşmişik ki, tip mövzusudursa orada daha çox yəqin ki, hansı rəngləri görmək istəyirik? Ağ, yaşıl, mavi, göy, yəni daha çox bu tipli rəngləri görməyə öyrəşmişik. Bəlkə qırmızı, bəlkə hətta çox da geniş yayılmasa da narıncı, amma qəhvəni heç buna hazır deyil idi. Amma səhifəyə baxanda və İlham da mənə göndərdiyi posterləri nəzər salanda ilk diqqətimi bu çəkdi. Hə, deyə bilərsiniz ki, ola bilər də niyə həmişə mütləq bu tip sahəsi ilə bağlı dizayn hazırlanırsa, elə bu stereotiplərlə, klişe qərarlarla mı getmək lazımdır? Amma bəzi şeylər var ki, onu mütləq nəzərə almaq lazımdır. Rənglə bağlı ekoloji valentlik deyilən məşhur bir nəzəriyyə var. Bu nəzəriyyəyə görə biz məsələn bir yazla, təbiətin canlanması ilə, yaşıllıqla assosiasiya olunur. Ona görə biz yaşılı sevirik. Kimsə tutaq ki, mavi rəngi sevirsə, bu daha çox təmiz səmanı, sakit, nə bilim, dənizi, yenə də gözəl buludlu, dumanlı olmayan və havanı xatırlatdığı üçün göyü sevirik və s. Yəni bir rəngi seviriksə, onun ilə bağlı hansısa bir assosiasiyalar var ki, biz bu rəngi də bax bu səbəblərə görə sevirik. Qəhvə rəngi ilə isə bağlı bizim assosiasiyamız adətən nə olur? Xüsusən də əgər belə tip mövzusunda belə ancaq tip eynəyini taxıb baxsaq, qəhvəyi rəng daha çox torpağı xatırladır. Bəlkə xəstəlik rəngini xatırladır, nəyinsə çürüməsini xatırladır. Tamam, bəlkə artıq korporativ kimlik kimi bu qurumun rəngini artıq qəhvəyə seçiblər. O ilə də gedirlər, bir şey deyə bilmərəm, amma adi istifadəçi kimi, dizayner kimi, bu sahəni araşdıran birisi kimi ilk ağlıma gələn bir şey oldu ki, tip gözü ilə baxanda qəhvəyi rəng çox uğursuz rəngdir. Artıq assosiasiyalarda dedim, ona görə tövsiyə edirəm ki, dəyişək. Hətta bu posterdə bu mavi rəngi görəndə belə sevindim ki, ay Allah, nə yaxşı, yəni bu rəng burada var. Rəngdən sonra diqqətimi çəkən şey ümumi üslubun olmamağı. Bəzən qrafik formalar aktiv istifadə olunur. Məsələn, burada dairələrin ya da kvadratın, düzbucaqlığın olduğu kimi və illüstrasiya kimi də hansısa belə gravyura tərzində ya da belə karandaş eskiz tərzində illüstrasiya istifadə olunub. Növbəti posterdə artıq bu qrafik elementlər yoxdur. Rəng onsuz da danışdıq, rəngdə də bir ümumi üslub yoxdur, qorunmayıbdı. Yəni illüstrasiya daha modern, daha flat illüstrasiyadır, amma növbəti posterdə 3D illüstrasiya görə bilirik. Ola bilər ki, ritmik bu şəkildə davam eləyir, amma digərlərinə gedirik. Dairələri ən nəhayət burada da gördük, amma bu dairəni başqa bir yerdə görmürük. Plus tekstura istifadəsi. Bəzən belə betondur, taxtadır, nəticə betona oxşayır. Tekstura istifadə olunub, digər hissələrdə o tekstura yoxdur. Başqa bir yerdə də köhnə vintaj kağız teksturalar istifadə olundu. Məncə çox fərqli istiqamətlərə getmişik dizaynlarda. Bunları biraz sadələşdirmək, bəlkə bir ümumi üsluba gətirib çıxartmaq lazımdır. Eyni stildə tutaq ki, flat illüstrasiyalarla işləmək bir müddət sonra yorar ya da ki, manevr eləməyə yer qoymaz. O zaman bəlkə bu ikisindən gedə bilər ya da bu ikisindən gedə bilərik. Eskiz modern, eskiz 3D, eskiz illüstrasiya, foto. Yəni 2-3 ilə məncə kifayətlənmək olar, çox fərqli üsullara getmək lazımdır. Burada hansısa bir condensed font, ensiz hündür şrift istifadə olunub. Burada Montserrat'ı xatırladan yəqin ki, Montserrat'dır. Şrift istifadə olunub, geometrik, bunlar ikisi fərqli şriftlərdir. Burada artıq həyatımıza bir fırça, əl yazma tərzində bir dekorativ şrift gəldi. Digərlərində isə Montserrat istifadə olunub. Məncə elə Montserratla da getməyə dəyər. Ancaq o ilə getsə kifayət eləyər. Posterlərdə bir üslub kimi davamlı şəkildə aşağıda bu qrupun, təşkilatın sosial şəbəkə profilləri göstərilib. Yəni qala bilər, amma məncə telefon üçün nəzərdə tutulmuş bir dizaynları artıq getdikcə daha çox sadələşdirməyə meyl etməliyik. Əslində mən özüm dolu belə dinamik dizaynları sevirəm, amma sosial mediada məncə bunu biraz sakitləşdirməyə, sadələşdirməyə lazımdır. Çünki kiçik ölçüdə olsa bunlar çox vaxt oxunmayacaq. Və ya tutaq ki,
çox detallı loqotiplər istifadə olunmuş. O loqoda söhbət kimdən gedir, burada kimin loqosudur, o bilinməyəcək. Ona görə məncə biraz sadələşdirmək lazımdır ki, daha çox kontentə fokuslanaq. Bu üçlüdə diqqətimi çəkən şeylərdən biri açıq fon üzərində ağ rəng, kölgə belə xilas eləyə bilməyibdi. Yəni açıq fon üzərində elə qəhvəyi rəngi istifadə edə bilərdi və ya aşağıdakı bu çikli boz rəngidən istifadə edə bilərdi. Kontrast kifayət qədər də olacaqdı. Əslində bu variant mənim çox xoşuma gəldi. Bütün posterlərin arasında yəqin ki, ən belə maraqlı, oxunaqlı bir variant, amma bunu daha da təkmilləşdirmək üçün sonda öz versiyamda təklif eləmişəm. Həm bu posterdə, həm də bu posterdə fonda, hətta digərində də fonda bu istifadə olunan nə deyək buna? Kağız, vintaj tekstura əslində zaman-zaman bizə mane olur. Çünki diqqət etirsəz burada loqotip fonda bu detalların fonunda görünmür. Sağ tərəfdə də Neuro Health denilən bir loqotip var. Onu orada oxumaq olmur. Yəni bu detallar posteri analiz eləməkdə, oxumaqda bizə mane olur. Yaxşı, deyə bilərik ki, bu küncdə kiçik loqodur. Problem deyil, olsun. Amma yazını belə oxumaqda əməlli başlı bizə maneçilik törədəcək bu tekstura, o teksturanın detalları, ona görə heç tövsiyə eləməzdim. Burada gördüyüm başqa bir problem aşırı kontrast. Yəni bir tərəfdən qalın köhnə ORT-nin Rusiyanın bir telekanalı var idi. Mən onu indi xatırlayan var yoxsa yox, səfərimsə o idi. Onun loqosunu xatırladan bir var burada. Qalındır. Yuxarıda Neuro Elmdə sözü qalın yerləşdirilib, amma aşağıda çox nazik, nərmə-nazik yazılar. Bu qədər aşırı kontrastla getməyə ehtiyac yoxdur. Bu bold olsun, bu regular, amma light və ya thin variantlarını məncə istifadə eləməyək. Çünki kontrast çox olur. Amma əlavə, bu dizayn şərhidirsə, amma burada bir kommunikasiya şərhi var. Buranı görəndə, bu posterə baxanda ilk mən nə görürəm? Neuro Elmdə ORT-nin loqosu bir, nə bilim, küncdə Zoom, aşağıda forum. Sən demə burada ən əsas məsələ var imiş. Neuro Elmdə bu nədir bu? Bir tipçi deyil. Tipçi nanotexnoloq, marketoloq, mühəndis. Yəni bunların bu formudur. Yəni hər bir halda görürsüz, yəni qısa indi anidən baxdım, qabaqcadan skan eləməmişdim bu posteri, ən azından kontentini. Və ona görə yəni bunu oxumaq, bunu başa düşmək mənim üçün çətinlik törədir. Bir də düşünün, bunu WhatsApp nədir? Instagramda o feeddə ya da nə bilim scroll eləyəndə anidən bunu kimsə görəcək, diqqətini çəkəcək və onu oxuyacaqmı? Tam da əmin deyiləm. Ona görə burada ciddi kommunikasiya problemi var. Sağa gələndə isə neurokognitiv testlərin ki, yenə də kontrast burada pis deyil. Yəni buradakı qədər aşırı deyil kontrast, amma yenə də azca qalınlaşdırardım. Burada sırf dizayn nöqteyi nəzərindən başqa bir şey tövsiyə eləmək istəyərdim. Ümumiyyətlə stroklar, konturlar məncə kifayət qədər çox olubdu. Yəni bir yerdə fotonu fondan ayırmaq üçün strok istifadə ediriksə, yəni ki, kontur, outline, xətt. Digərində də yəni məncə çox olub. Xətt, həddən artıq çoxdur. Həmin bu hissəni inverse eləyə bilərdi. Yəni fon olardı qəhvəyi, yazı olardı ağ və heç bir kontrada ehtiyac qalmazdı. Kiçik ölçülərdə aşırı nazik mətn problem yaşadacaq. İkonkalar, ikonlar eyni stildə olmalıdır. Biri konturlarla, biri qalın konturla, ikisinin arasında az da olsa fərq var. Üçüncüsü isə ümumiyyətlə fillə, shape-lə, yəni içərisi doldurulmuş qrafik detallarla tərtib olunub. Kontur, bu da konturla geçsin. Məncə aydın oldu. Bir də mən sevirəm ki, burada inverse eləyək. Yəni tarix bold olmasın. Yəni onsuz da bilinir ki, tarixdən, saatdan, məkandan söhbət gedir. Ekstra bunları da biraz balaca ölçüdə daha nazik verib əsas tarix nə vaxt olacaq? Harda keçiriləcək? Saat neçədə olacaq? Bunlara aksent vermək üçün bunları mən daha böyük, daha bold eləyərdim. Biraz əvvəl haqqında danışdığım kimi bu variant ən yaxşısıdır və bunu biraz da təkmilləşdirmək olar. Qəhvəyi rəngin dozasını azaltmaq üçün, bəlkə göy rəngi daha da çox atmaq üçün sadəcə eksperimentlər apardım ki, yəni bu yazını kəskin düzbucaqlı, dar düzbucaqlının içində yox, biraz daha havalı, yuxarıdan aşağıdan, həmçinin soldan sağdan genişləndirməklə tərtib etsək və içərisinə yazını biraz daha qalın qoysaq necə olar? Rəng olaraq illüstrasiyadakı bu pozitiv, belə xoş görünüşlü mavi tondan istifadə eləsə necə olar? Onu yoxladım. Burada nazik açıqlamanı oxu, indi müraciət et. Əsas budur, yəni ki, qışqırmaq lazımdır ki, oxu, müraciət et. Biz sanki biraz utanırıq ki, bizim belə bir tədbirimiz var. Yəni də istəyirsinizsə girin, müraciət eləyin. Yox, yəni ürəkli olmaq lazımdır. Və bunlar da əslində bir-birinə bəlkə də bağlıdır. Oxu, müraciət et ya da müraciət etməyin qaydaları ilə bağlı da aşağıda oxu. Kommunikasiya necə qurulmalıdırsa, ona uyğun da
yerləşdirdim. Mən indi müraciət et və əlavə açıqlama üçün də aşağıda oxu deyib də belə bir-birinə bağlı, daha böyük və düzgün istiqamətləndirici bir kommunikasiyanla, qrafik həllə bu belə bir kompozisiya qurdum. İllüstrasiya xoşuma gəlirdi. Bunu mən ümumiyyətlə illüstrasiyanın fotonu lazımdırsa, əgər dominant eləmək lazımsa, onu daha böyük eləməyin tərəfdarıyam. Yerimiz var idi, biraz daha da böyütdüm. Əvəzində yazını biraz da kiçildib qaldırmışam yuxarı. İndi gördüyünüz qədər bizdə yazı biraz əvvəlkindən kiçik idi və yuxarıdadır. Əvəzində illüstrasiyanı böyütmüşəm. Loqonu da yazı ilə təxminən eyni səviyyəyə gətirdim. Bir variant kimi də sadəcə eksperiment apardım ki, illüstrasiyadakı burada kəskin qrafik formaları biz bəlkə elə bu izah edici mətnin fonuna, arxa fonuna, bəlkə bu call to action mesajlara bu fiqurları, bu formaları versək necə olar? Sırf individual olaraq burada baxsaq pis deyil, amma bu qrafik formanı hər dizayn nümunəsində biz qoruyub saxlaya bilərikmi? Biraz çətindir. Ona görə yəqin ki, belə daha neytral, təhlükəsiz şeyplərlə, qrafik formalarla getməyimiz daha yaxşı olardı. Ümumi olaraq da əvvəldə də qeyd etdiyim kimi sosial şəbəkələrdə götürdüm ki, dizayn mümkün qədər təmiz, steril olsun. Sonda mütləq bu məqama da toxunmalıyam. Son vaxtlar çox qarşıma çıxır. Yəni yazılarda, mətn bloklarında sözlər böyük hərflə başlayır. Yəni niyə bir sədr axtarırıq sözü böyüklə olsun? Yəni xüsusi isim deyil, bir şey deyil. Sadəcə sədr axtarırıq. Adi cümlədir. Böyüklə başlasın, balacalarla qutarsın. Heç qışqırmağa da ehtiyac yoxdur. Bəlkə nidanı da götürək. Amma yox, tamam, həyəcanla deyirsə ki, ay cəmaət bilin, sədr lazımdır bizə. O zaman bəlkə nida da qala bilər. Amma 100% bunların böyük olmağına ehtiyac yoxdur. Ümid edirəm ki, İlhamın dizaynındakı növbəti addımlarında və bu səhifənin dizayn tərtibatının təkmilləşməsində bu şərhlər kifayət qədər faydalı olacaq. Növbəti portfolio Orxan Əsədlidən gəlib, gəlin baxaq görək Orxanın işlərini necə inkişaf elətdirə bilərik. Onu da deyim ki, Orxanı gücdən yola gətirmişəm bu videonu çəkməyə. Biraz çəkinirdi ki, işlərimin keyfiyyəti aşağıdır. Ən yaxşısı mənim özümə kommentləri ver, amma YouTube-a getməsin. Bitər inandırdım. Yəni əsla narahat olmayın. Biz yəni hamımız təzə başlayanda təbii ki, qüsurlarımız olur, işlərimiz ideal olmur. Hətta indi ideal deyil, həmişə təkmilləşdirməyə yerimiz var. Ona görə məncə işi göndərib təcrübəli birindən şərh almaq bu ancaq və ancaq sizin inkişafınıza kömək edə bilər. Əgər siz də Orxan kimi YouTube-da paylaşmaq şərti ilə öz işlərinizə şərh almaq istəyirsinizsə, o zaman ekranda gördüyünüz e-maillə mütləq göndərin. İrəlidəki videolarda bu şərhləri hazırlayıb hər kəslə paylaşarım. Həm sizə faydalı olar, həm də auditoriyamıza. İlk olaraq ümumi portfolio haqqında fikrimi deyim. Təbii ki, təzə başladığına görə Orxan, hələ ki iş sayı, çeşid biraz azdır. Coverlər, ümumi bir ab-hava var, üslub var. Bilinir ki, daha çox yəqin ki, sosial media posterlərdir. Oradan bir nümunə yerləşdirib. Axırıncısı bu panoramada, bütün bu seriyada çox yad qalıb. Ona görə fotolarla gedirdiksə, yəqin ki, burada bir foto istifadə eləmək daha praktik olardı. Hər hansı bir şablonu, posteri daha doğrusu şablon formasında coverdə heç vaxt bu şəkildə yerləşdirməyin. Yəni bir dizayn nümunəsini Behance götürüb, croplayıb bura bu şəkildə yerləşdirib. Yox. Əslində Behance-də coverə ayrıca yanaşmaq lazımdır. Onu ayrı dizayn eləmək lazımdır. Çünki bu sizin işinizin qapağıdır, üz qabığıdır. Bu diqqət çəkəcək, bu sizin işinizi başqalarına satacaq. Bu üz qapaqlarını, bu üz qabıqlarını görüb kimsə içəri girmək istəyəcək. Ona görə bura mütləq belə cəlbedici, maraqlı keyfiyyəti göstərmək lazımdır. Bu Behance portfoliosu haqqında fikirlərim. Gedək, bir branding işi götürmüşəm. Məncə elə buydu. Bəli, Study Edge. Bir logotipdə 2 akcent, 2 diqqət çəkən fokus nöqtəsi olmasın. Burada həm tığını qələmlə, papaqla, insanla əvəzləmişik. Bir də təsadüfən kəşf olunur ki, burada uçan təyyarədə var. Yəni məncə təyyarədir. Ona görə yox. Yəni ya bura, ya bura diqqət yönləndirmək lazımdır. 2 dənə simvola ehtiyac yoxdur. Yəni baxın, məşhur brendləri götürün. Hansında bir Apple-da 2 dənə alma varmı fərqli yerlərdə? Bir BP-nin loqosunda 2 fərqli yerdə günəş varmı? Bir nə bilim başqa hansıdır? Yəni Microsoft-da bir orada pəncərə, bir burada pəncərə varmı? Yox da, yəni elə deyil. Bir dənə simvol, bir dənə yazı. Hətta heç tövsiyə eləmirəm ki, logotipin içində hansısa bir yazını götürək simvolla əvəz eləyək. Onlar bir şərtlə.
Əgər hərflərə bu mətn konstruksiyasına çox cüzi toxunuş eləyiriksə, hə olar. Yəni t hərfi olduğu kimi qalardı, amma xırda bir toxunuşla o t-nı karandaşa çevirərdi, papağa çevirərdi, o olar. Amma t-nı götürüb ümumi olaraq t-nı xatırladan bir qrafik forma heç bunu istifadə eləmək lazım deyil. Bunu heç tövsiyə eləmirəm. Bunu simvol olacaqsa kənara adi sərbəst simvol kimi yerləşdirək, yazını da rahat şəkildə tərtib eləyək bu simvolun yanında. Əlavə olaraq da ikinci fokus nöqtəsinə ehtiyac yoxdur. Posterlərə baxanda diqqətimi çəkən ilk şeylər. Yəni bir-biri üzərindən keçək. 1. Orxan sevir ki, fonda yarı şəffaf fotolar istifadə eləsin. Burada var və burada da var. Yəni eksteryerin, binanın fasadının görüntüsünü çox solğun şəkildə yerləşdirmişik. Buna ümumiyyətlə ehtiyac yoxdur. Yeni başlayanlar adətən sevirlər belə qrafik toxunuşları, yəni bir zamanlar biz də eləmişik. Amma biraz sonra başa düşürsən ki, yəni bunu niyə qoyuruq orada? Həmişəki mənim dediyim əsas prinsip. Bu orada iki işdən birini görməlidir. Ya bir funksiyası olmalıdır, ya da bir qrafik formaya dəstək verməlidir. Funksiyası yoxdur, çünki onsuz da görünmür, bilinmir. Vizuala bir dəstəyi varmı? Qəşəng göstərirmi onu? Yəni bir estetik rolu varmı bunun? Yoxdur. Yəni çirkli yaratmaqdan başqa bir işə yaramır. Ona görə heç onu tövsiyə eləmirəm. Götürün, ağ fonda yazı olsun, bənövşəyi fonda yazı olsun. Bu daha qəşəng. Tamam, bunu razılaşdıq. Sonra ikinci gördüyüm məqam hava, kənardan boşluqları artırmaq lazımdır. Zaman-zaman çox gedib kənara toxunur. Yazılar, loqotiplər fərqi yoxdur, qrafik elementlər kənardan mərcinləri, təhlükəsiz məsafələri qoruyub saxlamaq lazımdır. Hətta yaxşı olar ki, bu həmişə eyni formada olsun. Vizual effektlər, yəni vizual effektlər hələ də davam eləyir. Tez-tez stroklar, konturlardan istifadə eləmişik. Kölgələrə tez-tez müraciət eləyirik. Bəzən həddən artıq tünd olur bu kölgələr. Yəni bunları ümumiyyətlə verməməyə çalışın. Yenə deyirəm, təzə başlayanda hamımızın marağında olur ki, Photoshopda, CorelDRAW-da, Illustrator'da kölgə effekti tapmışam. Onu götürüm dizayna verim. Ya ehtiyac yoxdur ona. Yəni bir kölgə obyekti detallı fondan ayırmaq üçün işimizə yaraya bilər. Amma bir fonla yazının arasına onsuz da bir şey, bir qrafik forma atmışıqsa təzədən ona kölgə verməyə ehtiyac yoxdur. Kölgə çox özünə diqqət çəkəcək. Hə, vermək olar, amma bir şərtlə. Orada mənim bir prinsipim var. Kölgəni elə verin ki, o orada olsun, amma biz onu görməyək. Belə verə bilirsinizsə, qapı açıqdır. Kölgəni istifadə etmək olar. Yazılar çox fərqli ölçülərdədir. Hə, bir eksperiment aparmaq üçün tipoqrafik kompozisiyada kontrast üçün, dinamiklik üçün bunu eləmək olar, amma biraz məncə çox olubdu. Böyük yazı var, təzədən kiçik ölçülü yazı var. Kiçik ölçülü yazıların da içində qalın, nazik, aşırı dinamikadır. Bu universitetdə endirimli təqaüdlü hüquq təhsili, yəni tamam, bəzi yerlərə aksent vermək üçün, diqqət çəkmək üçün bunu edə bilərik. Amma dediyim kimi, aşırı dinamik olur bu. Ehtiyac yoxdur. Universiteti bəlkə qalın, digərlərini regular eləmək olar, olsun bilsin. Bəlkə rəngdən istifadə eləmək olar. Amma çox qalın, çox nazik, böyük, balaca məncə ehtiyac yoxdur. Müəllif bəzən 3D illüstrasiyalardan, 3D foto deyək, təsvirlərdən istifadə eləyibdi. Onların bir çoxları çox da inandırıcı görünmür. Əgər foto məntiqi ilə istifadə ediriksə, çalışaq ki, mütləq foto kimi də görünsün. Burada problem yoxdur, amma iradə məncə götürmüşəm, elə bir iş var idi. İndi yadımdan çıxmamış, onu deyim. Sonra, əgər səhifələrdə davamlı şəkildə ünvan, telefon və s. yerləşdirilirsə, bunu bir şablona salmaq olar. Məsələn, bir yerdə belə, bir yerdə belə, bir yerdə ortada bəlkə yox, olmasın. Həmişə eyni yerdə getsə, məncə daha yaxşı olar. Həm də işimizi biraz da şablonlaşdırmış olaraq. Loqotipi bəzən bir dairənin içində, bəzən açıq ərazidə yerləşdirmək yaxşı bir şey deyil. Bu dizaynlarda 3 balaca dairənin içində şəklimiz var. Onsuz da bilmir söhbət nədən gedir. Ondansa bu aşağıdakı bir əyri qrafik forma var. Mən bu onun içində bu universitetdə, yəni universitetin fotosunu böyük ölçüdə göstərərdim. Baxan adamlar görsünlər universiteti. Ay Allah, mən burada oxumaq istəyirəm deyib ora getsinlər. Bu balaca dairələrin içində onsuz da bilinmir söhbət nədən gedir. Bəlkə də orada oxumaq həvəsimizdən. Yəni bu dairələrdən sonra itib batacaq. Götürmüşəm bu sağdakı variantı və bunu təkmilləşdirmişəm. İrəlidə görəcəksiniz. Bayaq bunu deyirdim. Burada solu qoyub ortaya gedək. Ortadakı dizaynda sağlıq yönətimi, qeydiyyata keç və s. Hə, təhsillə bağlıdır. Bir xəstəxana koridoru, dəhlizi.
ortada 3D'lər, qabaqda blurlanmış, fokusdan itmiş bir nədir bu? Rulon deyək də. Lentli rulon. Burada da 3D'nin arxasından çıxmış, fokusdan itmiş hansısa qrafik forma yox. Bunlar tikli yaratmaqdan başqa bir şey yaramır. Yəni məncə xəstəxana foyusunun elə özünün olmağı bəs eləyirdi. Uzaq başı bəlkə də bir dənə bunu qoyaq. Burada yalancı, yarı fotonu xatırladan, yarı illüstrativ 3D-yə məncə ehtiyac yoxdur. Ona görə yaxşı bir xəstəxana, baxan adam özünü bu xəstəxanada işləyən kimi təsəvvür eləsin və getsin orada oxusun. Bəlkə bu formada düşünüb də ona uyğun fotoları yerləşdirə və ya illüstrasiyalar istifadə edək. Elə buradan başlamış, onda bunu axıra çatdıraq. Çox nazik yazı. Bayaq bunu deyirdim. Hər yerdə fərqli-fərqli ölçülərdə görürük telefonları, ünvanları. Çox mikroskopik birini qoyub obisinə tullandım. Mikroskopik burada ikonkalar görürəm, yazılar görürəm, ehtiyac yoxdur. Kifayət qədər oxunaqlı olsun. Hətta telefon işarəsinə belə ehtiyac yoxdur. Yəni onsuz da baxanda bilinir ki, söhbət telefondan gedir. Hə, ekstra bəlkə WhatsApp-a aksent vermək istəyirsəm, o zaman olar. Həyatımıza yeni bir şrift gəldi soldakı dizaynda. Condensed şriftdən istifadə olunub ki, digərlərində biz bunu görmürdik. Rənglər də yeri gəlmişkən, rənglər də fərqli-fərqlidir. Bəzən parlaq mavidir, göydür, bəzən solğundur, bəzən tünd qaraya doğru gedən rəngdən istifadə olunub. Yox, mümkün qədər bir rəng palitrasını da bəlli bir üslubda tətbiq eləyək. Və indi təsadüfən gördüm ki, fonda da ikonkalar var. Heç kim olsa onu görməyəcək, ehtiyac yoxdur. İkonlar orada, ikonlar burada, götürək getsin. Sənədlərin istifadə olunduğu bu tipli posterləri düzün desəm çox başa düşə bilmirəm. Hə, tamam, bu ciddi sənəddirsə, bunu mütləq göstərmək lazımsa, tövsiyə edərdim ki, onu elə düz şəkildə, sadə bir fonda düz bir posteri qoyaq. Hətta bəlkə başqa heç bir şeyi göstərməyək. Hə, lazımsa bir reklam mətn başlığı da, daha doğrusu reklam başlığını da yerləşdirə bilərik. Amma bu qədər çox detal, 2 dənə kollaj formasında sənəd, arxa planda da hətta bu qədər qarma-qarşılığın fonunda çox detallı bir foto istifadə eləmişik. Blurlanıb yox, buna hamısı tiklilik yaradır, xaos yaradır. Və biraz əvvəl haqqında danışdım, o kölgəli posteri götürüb biraz təkmilləşdirdim. Yəni tövsiyə edirəm ki, qradiyentdən, köhnə üslublu qradiyentlərdən vaz keçək, tikli kölgələrdən vaz keçək, sonra havasız dar ərazidə loqo istifadəsindən vaz keçək, kənardan məsafələri artıraq, shape'ləri bəzən üst-üstə çıxardaq, bəzən ta ki bir-birinin sərhəddində saxlayaq, yox belə olmasın. Ya hamısı bir-birinin üzərinə çıxsın, ya da ki bəlkə elə bütöv bir dənə shape istifadə eləyək. Mütləq belə pilləli shape mi olmalıdır? Yox, ehtiyac yoxdur. Bir də aşağıda da eyni qaydada telefonu və ünvanın olduğu hissədə də dəhşət sıxlıq var. Ona görə nə etdim? Kənardan məsafələri artırdım. Loqonu biraz kiçiltdim ki, dairənin içində oxunaqlı olsun. Bir daha deyirəm, yəni hətta böyük ihtimal ki, dairəyə də ehtiyac yoxdur. İndi mən bilməm də loqo necə istifadə olunmalıdır. Söhbət məhz bu proyektdəki loqodan gedir. Sonra kölgələrdən təbii ki, loqonun fonunda, buradakı düz bucaqların fonunda kölgələrdən vaz keçdim. Aşağını böyütdüm, qradiyenti yığışdırdım və korporativ rəngim olan tünd göyün üzərində koordinatları yerləşdirdim. Daha çox onsuz da müəllif də burada telefona aksent vermişdi. Telefonu böyük, mərkəzdə yerləşdirdim. Hə, əlavə maraqlıdırsa ünvanımız da budur. Reklam mətninə gələndə isə yenə də əsas lazım olan yerə diqqət çəkmək üçün onu bold, digəri səni regular elədim. Buradakı bu universitetdə deyəsən ixtisaslardır. Hə, universitetdəki ixtisasları da kənara yapışmış vəziyyətdə yox, bu düz bucağın içində sıxılmış vəziyyətdə yox, kənardan boşluqlar verməklə mətnlə bir yerdə nizamlı şəkildə bir blok formasında tərtib elədim. Sağa əlayını heç sevmirəm. Mənə görə yox. Ümumiyyətlə tipoqrafik qaydalar bizim soldan sağa oxuyan auditoriya üçün yazının left align, sola align olmasını istəyir, tələb eləyir. Mümkün qədər left align eləyək, sola nizamlayaq mətnimizi. Bir variantda da yoxladım ki, yəni korporativ rəngləri belə də istifadə eləmək olar, ya da bunu inverse eləyə bilərik. Yəni yerinə görə tünd fonda da açıq yazı ilə də getmək olar. Baxır müştəri hansını qəbul eləyəcək. Orxan, ümid edirəm ki, şərhlərim sənin üçün çox faydalı olacaq. İrəlidə bunları nəzərə al, çox möhtəşəm işlər çıxardacaqsan. Əsla buna şübhən olmasın. Ekranda gördüyünüz bu e-maildə sizin də işlərinizi gözləyirəm. Göndərin, onlara da analiz verək və hər kəslə paylaşaq ki, faydamız daha geniş auditoriyaya çatsın. Növbəti dərslərdə görüşərik. Hələlik sağ olun.